Sənin ayağını mən... Yenə futbola baxırsan? Ha, futbola baxam, nə olub ki? Bəs sizdə biraz da mənə vaxt ayır. Bəsdir, zırt danışdın, gəl otur görüm yanımda. Oturdum. Nə olub yenə, nə şikayət edirsən? Nədə indi baxdıq? Baxdıq, sənin makiyaj videoların nədirsə, bütün gün Instagramda, Temuda dırtadır. Bu da futboldur da, bu da mənim marağımdır. Bir otur ərinin yanında, gör ərin nə ilə maraqlanır. Maraq dairəsi nədir? Ərinin həyatında iştirak edirlər. Yalandan o türk koçlara, bizim koçlara baxıb, ağlına gəldiyi kimi həyatı təsəvvür eləmə. Ancaq mən verməliyəm, ancaq mən maraq göstərməliyəm. Otur yanında maraq göstər. Sevmirsən mən? Nə əlaqəsi var? Heç bunun əlaqəsi var. İnsan özünə vaxt ayıranda səni sevməməyi deməkdir. Hanı popkornu? Qardalı almışdın, popkorn bişirir. Və özgə gün salat bişirmək istəyəndə özünə sevimli salat hazırlayanda qardalı necə alıb gətirirsən? İndi bir dəfə alıb gətirərdin. Hanı mənim qızardılmış düşbərəm? Hə. Nə oldu? Görürsən boş da. Baxaq. Ay sağ ol. Amma sən mənə vaxt ayırdın, mənə vaxt ayırmırsan. Yox, yalandan əzbəri sözləri burax. Vaxt ayırsan. Dırt zırt o şey bildirişlər kimi. Vaxt ayıram, hər şeyi deyilirəm. Gəlmişəm dünya çempionatı, oturub baxmaq istəyirəm, ləzzət almaq istəyirəm. Yoldaşımla gəlib otursun yanımda, birlikdə bu ləzzəti bölüşək. Olar yoxsa yox? Görürsən? Bəlgəsəllərdəki qırmızı ilanlara oxşuyursan. Sən zürafiyə oxşuyursan. Görürsən, birimizi yaxşı tapmışıq. Onda sus, rahat bax. Mən susuram. Sən də biraz susmağı öyrən. Yaxşı? Zırt dırt əzbəri getmə. Yaxşı? Həyat o deyil. Həyat o Instagramda, TikTokda gördüyün deyil. Ondan da gözəl həyat eləmək olar. Öz aramızda görsən, ap-havanı yaratdıq. Zəifət olmasa kəs səsini oyna baxaq. Tamam.